26 iyun Azərbaycan Silahlı Qüvvələri gününə həsr olunmuş xüsusi bir buraxılışla qarşınızda olacağıq. Silahlı qüvvələrimiz təkcə döyüş meydanında deyil, həm də xalqın inamında, qəlbində daim yaşayır. Bu əlamətdar gündə studiyamızda vətən təhlükəsizliyinin strateji məsələlərinə dair dərin təhlillər aparacaq hərbi siyasi ekspert Elmar Hüseynov, bu xalqın bayramıdır, ordu bayramı, xalqın, millətin şərəf bayramıdır. Vətənin müdafiəsində xüsusi şücaətlər göstərmiş döyüşçü Qazi Rafiq Rəhimov qonaq olacaqlar. Musiqiçi dostlarımız Ağdam rayon Xan Şuşinsk adına Muğam Uşaq Musiqi Məktəbinin direktoru Xətaya Cəfərova, bu məktəbin istedadlı müəllimlərindən ibarət Qarabağ Bülbülləri ansamblı və milli ruhu səslərində yaşadan gənc xanəndələrimiz öz məharətli ifaları ilə həm qürur, həm də duyğu dolu anlar yaşadacaqlar. Bu verilişlə yalnız tarixə nəzər salmayacaq, eyni zamanda vətənin ruhunu hiss edəcək və daxili gücümüzü bir daha xatırladacağıq. Xoş sabah, xeyirli gün gətirər. Verilişin baş sponsoru Ritello, təmizlik robotu sistemi.